Salam değerli izleyiciler. Bu videoda sizler için dim test toplusu 1-ci hissədən 15-ci isbat məsələsini həll edəcəm. Başlayaq suala. Demək, deyir ki, isbat edin ki, üçbucağın medianlarının oturacağından keçən çevrənin radiusu bu üçbucağın xaricinə çəkilən çevrənin radiusundan 2 dəfə kiçikdir. Şəkilə diqqət eləyək. Demək, üçbucağın medianlarının oturacağından keçir. Demək, A1-dən keçir, C1-dən keçir və B1-dən keçən çevrənin radiusunun deyir ABC üçbucağının xaricinə çəkilən çevrənin radiusundan 2 dəfə kiçik olduğunu deyir. İsbat edin. Həmin bu C1, A1, B1 nöqtələrini birləşdirsək, bu üçbucağın orta xəttləri olacaq. Yəni ABC üçbucağının orta xəttləri, diqqət edin. Çünki median tərəfi yarıya bölür. C1, A1, B1 orta nöqtələrdir. Orta xəttdə bilirik ki, paralel olduğu tərəfin yarısına bərabər. Yəni biz tutaq ki, bu ortada qırmızı çəkdiyimiz üçbucağın tərəflərini ABC qəbul eləsəm, onda B-dirsə bura 2B olacaq, yəni AC. Sonra BC 2C olacaq, AB-də 2A olacaq. Tərəflər nisbətləri bərabər olduğuna görə demək ABC üçbucağı oxşar olacaq A1, B1, C1-ə. A1, B1, C1-ə. Demək, ABC üçbucağı oxşardır, A1, B1, C1. Çünki tərəflər nisbəti hamısı 2-yə bərabər olacaq. Oxşar üçbucaqlarda da bilirik ki, tərəflər nisbəti elə, yəni A1-in A2-yə nisbəti bərabərdir. Həm də R1-in R2-yə nisbətinə. Çünki tərəflər nisbəti də oxşarlıq əmsalına bərabərdir. Radiuslar nisbəti də oxşarlıq əmsalına bərabərdir. Ona görə də biz tərəflər nisbətinin radiuslar nisbətinə bərabərliyini yaza bilərik. Yəni, ABC üçbucağının deyir, radiusu 2 dəfə kiçik olduğunu deyir. Demək, içəridəki A1, B1, C1-in tərəfi, uyğun olan tərəfi, məsələn, A-nın böyük üçbucaqdakı ABC üçbucağındakı 2A nisbəti bərabərdir. A1, B1, C1-in radiusunun ABC-nin radiusuna nisbətinə. Buradan A-lar gedəcək. R1-in R-ə nisbəti 2-də 1-ə bərabər olacaq. Bu da R1-in R-dən 2 dəfə kiçik olduğunu bildirir. Bizə də deyir ki, medianların oturacağından keçən çevrənin radiusu bu üçbucağın xaricinə çəkilən çevrənin radiusundan 2 dəfə kiçik olduğunu deyir, isbat edin. Həqiqətən də 2 dəfə kiçik oldu. Demək, isbat olundu. Bu qədər dəyərli izləyicilər. Növbəti videoda görüşəndək.